Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının axırıncı gecəsinin əməllərinizi diqqətinizə çatdırıram. Ramazan ayının axırıncı gecəsi 29-cu gecədə ola bilər, 30-cu gecədə ola bilər. Bildiyiniz kimi İslam təqvimində hicri qəməri təqvimi ilə aylar 29 olur ya da 30 olur, 31 olmur. İndi bu il biz bilmirik, əvvəlcədən deyə bilmərik. Ay görsənməsə, heç kəs ayın axırıncı günü olduğunu əvvəlcədən deyə bilməz. Ona görə də indi deyəcəyim əməlləri ehtiyata əsasən 29-cu gecədə edin ki, birdən bu ay 29-da bitmiş olar. Yox, əgər 30 gün olsa, 30-cu gecədə inşallah bu əməli təkrar edərsiniz. Çox da geniş əməllər deyil, yorucu deyil. Birinci qusul verməkdir. Yaxşı olar, Ramazan ayının axırıncı gecəsi qusul verilsin. Niyyəti də budur. Ramazan ayının axırıncı gecəsinin quslunu verirəm, qurbətən ilallah. 2. İmam Hüseyin əleyhissalamın ziyarətnaməsi oxunsun. Yaxında olanlar Kərbalada oxuyacaqlar, uzaqda olanlar bir imama salam verməklə Əssəlamü ələykə ya Əba Abdillahil Hüseyin deməklə kifayətlənmək olar. 4. Bu gecə 100 dəfə Allahdan istiğfar dilmək, bağışlanmaq istəmək lazımdır. Əstəğfirullaha və ətubu iləyh. 100 dəfə. Allahım səndən bağışlanmaq istəyirəm və tövbə edib sənə tərəf qayıdıram. 5. Ramazan ayı ilə vidalaşıb sağollaşmaq. Bu ayla sağollaşmaq çox təkid olunmuşdur. Ramazan Allahın ən üstün ayıdır. Bu ayla sağollaşmaq lazımdır və gələn Ramazana qədər Allahdan ömür istəmək lazımdır. Uzun dua və geniş dua İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyə adlanan Azərbaycanca tərcümə olunmuşdur. 45-ci duasını oxumağı fürsət bilin, oxuyun. Amma qısa dualar ki var, biri Peyğəmbərimizdən nəql olunmuşdur. Peyğəmbərimizin sahabəsi Cabir buyurur ki, Peyğəmbərimizin hüzuruna çatdım. Ramazan ayının axırıncı cüməsi idi. Peyğəmbərimiz mənə belə buyurdu. O Həzrət mənə belə dedi. Bugün Ramazan ayının axırıncı cüməsidir. Onunla vidalaş, sağollaş və de. Allahümmə la təcəalhu axirəl əhdi min siyaminə iyyah fə in cəəltəhu fəcəalni mərhuma və la təcəalni məhruma. Çox gözəl duadır. Mənası budur. Allahım, bunu bizim üçün Ramazan ayının orucu ilə axırıncı görüş qərar vermə. Mənim bu Ramazan ayımı, oruç tutmağımı axırıncı Ramazan qərar vermə. Əgər belə etmisənsə, yəni birdən axırıncı Ramazan olar, ölsəm, onda bizi mərhumlardan, rəhm olunmuşlardan, rəhmətinə qovuşanlardan qərar ver və məni məhrumlardan etmə. Peyğəmbərimiz bu duanı deyəndən sonra belə bir gözəl izah buyurur. Hər kim bu duanı oxuyarsa, bugün Ramazan ayının axırıncı cüməsində oxuyarsa, 2 yaxşı xislətə nail olar. 2 xasiyyəti qazanar. Ya gələn Ramazan ayını görər, Allah ömrünü uzadar, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar. Ya gələn Ramazana qədər Allah sənə ömür verəcək, ya da Allah səni bağışlamış olacaq. İmam Sadiq əleyhissalam da başqa bir duasında buyurur ki, hər kim Ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşarsa və bu duanı, indi deyəcəyim duanı oxuyarsa, səhər sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu, tövfiqini əta edər. Allahümmə la təcəalhu axirəl əhdi min siyami li şəhri Ramazan və ə'udhu bikə ən yətlu'al fəcru hazihil leylə İlla və qad qəfərtəli. Allahım, bunu mənim Ramazan ayının orucu ilə axırıncı görüşüm qərar vermə. Axırıncı Ramazanın orucumu etmə. Sənə pənah aparıram, ilahi. Axırıncı Ramazanın gecəsidir. Sənə pənah gətirirəm ki, mabada bu gecə mənim üçün açılsın, sübh olsun, lakin məni bağışlamamış olasan. Bu duanı da İmam Sadiqdəndir. Oxuyun. Başqa bir dua da var İmam Sadiqdən ki, İmam Sadiq əleyhissalam bu dua ilə bağlı Məfatül Cinan kitabına müraciət edə bilərsiniz və axırıncı gündə Quranını qutaranlar, xətm eləyənlər Quranı qutarsınlar. Hər gün bir cüz oxumaqla Quranı xətm etmiş olsunlar.